Toplum TV işində təqsirləndirilən jurnalist Fərdi İsmailov Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun məhkəməyə gəlib ifadə verməsini tələb edib. Noyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist deyib ki, sonuncu dəfə ölkə xaricindən gələrkən könüllü şəkildə gömrük orqanlarının yoxlamasından keçib. Üzərində qanunsuz əşya və ya pul vəsaiti olmaması barədə sənəd alıb. Buna görə də o qaçalmacılıqda ittiham edilməsinin ziddiyyətli olduğunu və Gömrük Komitəsinin sədrinin buna aydınlıq gətirməli olduğunu deyib. Stat: Gömrük Komitəsi də gömrük bəyannamələrini istintaqla bölüşüb. Orada da qeyd olunur ki, üzərində pul və ya qiymətli əşya aşkar olunmayıb. O zaman iki qurumdan biri yalan danışır. Deyək ki, toplumçular, abzasçılar, meydançılar qaçalmacılıqla məşğul olub. Şahin Bağırov gəlsin cavab versin ki, hara baxırdı? Necə oldu ki, bir ildə 20-dən çox jurnalistin qaçalmacılıq ittihamı ilə həbsindən sonra vətənə xidmətə görə medal aldı? Statın sonu. Məhkəmə vəsadətin cinayət işi ilə əlaqəli olmadığını bildirib və onu təmin etməyib. Bu vaxt Toplum TV-nin video redaktoru Müşfiq Cabbar qərara etiraz edib. Stat: İttiham aktında yazılıb ki, biz isti izlərlə saxlanılmışıq. İl yarımdan çox da həbsdəyik. Hələ də bilmirəm hansı əsaslarla bizi saxlayıblar. Heç kimə maaş verməmişəm. Əleyhimə heç bir ifadə yoxdur. Statın sonu. Cavab olaraq hakim Azər Tağıyev işin hələ də araşdırıldığını deyib. Ardınca 3-cü Respublika platformasının qurucu üzvü Ruslan İzzətli hakimə etiraz edib. Stat: Onda bizi buraxın çıxaq gedək. Araşdırıb bitirəndə bizi çağırıb deyərsiniz ki, filan işləri görmüsüz. Cəzanız da budur. Statın sonu. Ruslan İzzətli daha sonra ev tutsaqlığına buraxılması üçün vəsadət verib. Məhkəmə vəsadəti təmin etməyib. Toplum TV işi üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar qaçalmacılıq və bir neçə maliyyə cinayətində ittiham olunurlar. Özləri cinayət işinin quramı olduğunu və siyasi səbəblərdən həbsdə olduqlarını bildirirlər.